Gedib özümə təzə ayaqqabı alıram. Aha, alırım. Allah'ım qalır sürmədə də. De o ayakkabısı giymişim ben. Geyinir Allah, öz xəbərim də yoxdur. Gəlim deyirəm maşında Gördüm ki, görməni şey gözləyir. Mən də bəs gecə hazır oluram. Görürəm ki, mən paltarımı geyib qalmışam belə, mən nə geyim? Bəs eşitməmişsən ki, tez yuxudan oyananla tez evlənən odur. Özün demişsən mən sana tabala, Hə də. atam canım, sənə Pula dünyanın gələndə varı. deyirsən ki, bizdə mən sən yoxdur. Qabuğu gel kimi danışsan. Dünyanın varım, gətirim dağın qarın, canım sana yata. Hanı sənin at yeğarçı, sözüm söz. Bir ayaqqabını qıymır Ben sizə. ne istəyirsən? Onu düzləyirsən. Əlikrəm müəllimdə olan yumor deyərdim heç kimdə yoxdur. Deyir ki, oğul həmişə deyirlər dayı oxşayar. İndi mən düşünürəm həm dayısını oxşayır, həm atasını oxşayır, həm də deyirlər axı igid oğul. İndi mən fikirləşirəm ki, Əlikrəm müəllimin igid oğlu yumorluqda məhz atasına çəkib. Olsun da. İndi çoxlar yazacaq. Güya burada nə var? Güya nə dediniz? Əzizlərim, xəbərdir də, xəbər. Şou xəbərdir. Sizlərə çatdırdım. Qulaqlarınızı təmizləyin, gözlərinizi təmizləyin, dinləyin və gözlərinizi təmizləyin, baxın. İndi burada yazacaqlar. Bu nə mövzudur? Güya bundan əvvələ elə ciddi mövzu qoymuşam ki, ona heç kim baxmır, təhsillə bağlı, səhiyyə ilə bağlı, nə bilim, məktəblərlə bağlı, digər hansı problemlərə toxunmuşam. 100 nəfər ya baxış olub, ya yox. İndi gəliblər, hamısı burada başlayırlar mənə irad tutmağa. Gedin hələ bir o ciddi mövzuları bir həzm edin, bir baxın, dinləyin, sonra gəlin mənə məsləhət verir. Yenə də deyirəm, Əlikrəm müəllim yumorda çox böyükdür və istedadlıdır. Amma əla alınıb, çox gözəl alınıb. Çox gözəl alınıb. İndi bilmirik, ciddi dediniz, yalan dediniz, ya bunu bir şaka formasında dediniz. Əsas odur ki, çox maraqlı alınıb ki, o onun paltarını, o onun tuflisini geyinib evdən çıxır.